Baxın, Azərbaycanda illərlə müzakirə mövzusu olan bir məsələ var idi, qohumlar arasında nikah. İndi isə 2024-cü ilin iyun ayında Azərbaycan Milli Məclisi bu məsələyə nöqtə qoydu. Qohumlar arasında nikahlar rəsmən qadağan olundu. Bu qərar 2025-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. Bəs nə baş verir? Niyə indi? Əvvəla söhbət birinci dərəcəli qan qohumlarından gedir. Yəni eyni baba və ya nənədən olan əmi oğlusu, xala qızı, bibi oğlu və s. Bunlar arasında rəsmi nikah artıq mümkün olmayacaq. Dövlət bu cür nikahları rəsmiləşdirməyəcək. Hətta dini kəbin belə hüquqi baxımdan tanınmayacaq. Bu sadəcə bir mədəniyyət və ya dini məsələ deyil, söhbət insanların sağlamlığından gedir. Genetik baxımdan sübut olunub ki, qohumlar arasında evliliklərdə doğulan uşaqlarda genetik xəstəliklərin riski qat-qat yüksəkdir. Və bu artıq sadəcə elmi bir məsələ deyil, dövlət siyasətinə çevrilib. Təsəvvür edin, minlərlə bəzi icmalarda bu evliliklər ənənə kimi qorunub saxlanılıb. Hətta bəzən qız-gəlin öz qohumuna getsin deyə bu evliliklər təşviq olunub. Amma elmin qarşısında ənənə də dayanmadı. Yeni qanun təkcə qohum nikahlarına toxunmur, nikah yaşı da dəqiq müəyyənləşib. Minimum 18 yaş. Artıq heç bir bəhanə, heç bir valideyn razılığı ilə 18 yaşdan aşağı nikah mümkün deyil. İndi isə gəlin dünyaya baxaq. Məsələn, Çində 1981-ci ildən bu yana əmi oğlusu ilə evlənmək qadağandır. Cənubi Koreyada isə 3-cü dərəcəli qohuma qədər nikah yasaqlanıb. Ən sərt qaydalardan biridir. ABŞ-da vəziyyət qarışıqdır. Bəzi ştatlarda qohum nikahlarına icazə var, digərlərində qəti qadağandır. Yaxın Şərqdə isə tam əksi. Bəzi ölkələrdə evliliklərin 50%-nə qədəri qohumlar arasındadır. Yəni bu sadəcə qanun deyil, mədəniyyətlərin, dəyərlərin və tarixin toqquşmasıdır. Azərbaycan isə indi bu məsələdə Qərb və Asiya ölkələrinin ortaq bir yolunu seçir. Qadağan edir, amma sosial travmalarda nəzərə alır. Bəli, birbaşa cəza yoxdur, amma dövlət rəsmi nikah verməyəcək. Bu da o deməkdir ki, bu cür evliliklərdə qadınlar və uşaqlar hüquqi cəhətdən tamamilə qorunmasız qala bilər. Bu addım cəmiyyət üçün sarsıdıcı ola bilər, xüsusən də kəndlərdə qohumluq bağlarının güclü olduğu yerlərdə. Amma cəmiyyət dəyişir, elmin səsi yüksəlir və dövlət artıq bu səslərə biganə qala bilmir. Sonda sual budur, bu qadağanlar kifayət edəcəkmi, yoxsa yeni yollar, yeni problemlər doğacaq? Bir şey dəqiqdir, Azərbaycan qohum nikahları ilə vidalaşmağa başlayır.